Şəkərli diabet gizli başlayır. Bəs biz bunu necə aşkara çıxarda bilərik? Şəkərin ümumi simptomlarını demək olar ki, hamı bilir. Ağızda quruluq, tez-tez susama, tez-tez sidik ifrazı, kökəlmə və ya sürətli arıqlama. Bəs bunlar yoxdursa biz şəkər deyilikmi? Xeyr, gizli şəkər deyilən insülin direncinin haqqında məlumatımız olmalıdır. İnsülin direnci nədir? İnsülin qanda qlükozanı, yəni şəkəri hüceyrəyə daşıyan hormondur. Hüceyrə insülinə cavab vermədikdə, rezistentlik olduqda mədalıtı vəzi artıq insülin ifraz edir və qanda insülin miqdarı xeyli qalxır. Buna insülin direnci deyirlər. İnsülin direncimiz yüksək olduqda bizdə piylənmə başlayır, metabolik sindrom yaranır, lipid spektrimiz qanda artır və biz şəkərli diabet üçün bir zəmin yaradırıq. Bəs biz hansı analizləri verməliyik? Ümumiyyətlə, aclıq və toxluq şəkəri deyilən anlayış var. Aclıq şəkəri, yəni 8 saat az qaldıqdan sonra biz şəkər testimizi yoxlatmalıyıq. Bəs biz şəkərimizi hansı müayinədən başlamalıyıq? Aclıq şəkərindən başlamalıyıq. Aclıq şəkəri 8 saat az olduqdan sonra qanda yoxlanan şəkərdir. Əgər o 100-ün altındadırsa, şəkər xəstəsi deyilik. 100 və 125 arasıdırsa, prediabet, yəni gizli şəkər başlayıb, şəkərönü vəziyyət. Əgər 125-dən çoxdursa, artıq şəkər xəstəsiyik. Və həmçinin toxluq şəkər də yoxlanmalıdır. Toxluq şəkər qidalandığında 2 saat sonra yoxlanır. Əgər toxluq şəkər 140-ın altındadırsa şəkər deyilik, 140-200 arası prediabet, yəni şəkərə meyilli hesab olunuruq, şəkərönü vəziyyət hesab olunur. 200-dən yüksək olduqda artıq biz şəkər xəstəsiyik. Amma əgər 200-dən yuxarıdırsa və aclıq şəkərimiz də 125-dən yuxarıdırsa və şəkər xəstəsi hesab olunuruqsa, tək bu analizdən kifayət etmir. Onda artıq insülin direnci, insülin qanda miqdarı, glikohemoglobin və homoir deyilən müayinələrdən keçməliyik. Amma yaxşı xəbər də var. İnsülin direncimiz varsa, hələ tam şəkər xəstəsi deyiliksə, şəkərönü vəziyyətdən geri dönmək mümkündür. Pəhriz saxlamaq, aktiv həyat tərzi, müəyyən həkim göstərişində hər hansı bir dərman preparatlarının qəbulu bizim insülin direncimizi normala salar və bizi şəkər xəstəliyinin yaranmasının qarşısını ala bilərik.